Bir idmançımız var bizim, Bəhram Rəcəbzadə. Azərbaycan türküdür, özü də Güneylidir. Özü də Bozqurtdur. Yaxasına da, sinəsinə də daha doğrusu, sinəsinə Bozqurtdur işarəsini vurub. Və döyüşə də mənəm Türk o mahnı ilə, o qardaşımızın, igid qardaşımızın yazdığı o gözəl replə o mahnı ilə çıxır və bütün dünyada deyir Bozqurt. Döyüşdən əvvəl soruşurlar ki, orada Hollandiyada son döyüş olub onu, göstərəcəksə də bir-iki kəlmə söz deyim onun haqqında. O mənim oğlumdur. Niyə? Çünki oğlum yerindədir və bizim ideologiyanı yayır hər yerdə. Sadəcə döyüşlə deyil, məhz ideologiyamızı təbliğ eləyir adam. Mən indi göstərəcək sizə, görün bu nə qədər, bu sadəcə bir döyüşçü deyil. Və bu bizim təbliğatın nəticəsində formalaşan bir kişidir, igiddir. Həmən o ideologiyanın. Mənim oğlum yerindədir, təkrar edirəm, elələr hər yerdə var. Və soruşurlar ki, döyüşdən əvvəl Holland bilirsiniz, döyüşdən əvvəl birinə biraz belə acı sözlər deməlidir. Holland bir iki acı söz deyir. Deyir ki, biz Bozqurtlar döyüşdən əvvəl deyir, heç vaxt danışmarıq, biz qurd döyüşdən əvvəl uluyur. Amma o deyir, məndən yaşda böyüdü, Hollanda deyir. Ona bir söz demirəm, orada meydanda onu göstərəcəm. Bu igid, baxın, görün nəyə təbliğ. Gəlin videoya baxaq, sonra davam etdiyi adam haqqında söhbətimizi. Bunlar şimdi ortadaki kurttur. Kurttur. Bizim Türklüğün, bizim Türklüğün semboludur. Bizde sembol falan Türk. Ve gördüğünüz bayraklar da Türk Birliği'dir, Turan Birliği'dir ve inşallah bayraklarımızın hepsi birleşecek. Yani şu bayrakta benim doğduğum şehrin bayrağı Güney Azerbaycan ve inşallah da bağımsızlığını kazanacak. Anlamı bu. Eşidirsiniz? Adam tişört giyip, bizde mayka dilleri, tişört giyip ve o soruşularda görürsünüz, başa düşmürlər, gülürlər onlar. Hollanda sonra ciddiləşdilər sonra. Nəsisə qorxurlar. Nədən qorxursunuz? Biz kimə nə deyirik ki? Biz Putin'dən qorxmursuz. Gəlir ora. Birləşməsiz Avropanı deyirəm. Biz kimi öldürmüşük, kimə işğal edirik siz? Bizdən niyə belə? Gör nə deyir? Adam çıxacaq döyüşə başa düşdük. Qurdu özünə simvol götürüb onu da anladım. Və döyüşə gedən özünə simvolu qurdu götürər də. Yəni türk olaraq. Və o meydanda da nə mutlu türküm deyənə onu söyləyir. Onu da anladı hamısını. Amma tişörtün üstünə baxın, görün özü düzəltdirib onu. Türk dövlətlərinin bayrağını vurub Turanı təbliğ eləyir. Artıq siyasi lozunqlar deyir. Oğlum Bəhram, igid Bəhram. İgid Bəhram. Alparslanın, Toğrul bəyin torunudur. Böyük kişilərin, böyük igidlərimizin Çağrı bəyin torunudur o. Özü oradan da Təbrizdəndir, o tərəfdəndir, yəni güneydən də, cənubumuzdan da, güneyimizdəndir. Və Güney Azərbaycanın da bayrağını ora vurub, mütləq deyir, bağımsızlığın qazanacaq, azadlığın qazanacaq. Görün, hara gəlib çıxır bizim ideologiya. Görün, nə böyük vüsəti var bizim ideologiyamızın. Biz hər yerdəyik. Və hər yerdə olan bizim bacı qardaşlarımıza durmadan igidcəsinə təbliğatı aparın. Qoyun bu insanlar gündən günə daha çox yaransınlar, haqqın tərəfində Turan qalibdir. Və baş verən bu faciənin içində həm iqtisadi, həm hərbi, həm mənəvi, əxlaqi faciənin